Amma orada sual soruşdu. Sual Yuxarı soruşdu. verin. Mən çıxdım Onda ucu. Mən heç açın, eləmədim. açın zəhmət olmasa. Hə, indi yes no. Yes də əlbəttə ki. İzin istəyirdi, amma mən onu görmürəm. Sizdən yəqin ki, izin istəyir. Aha, Install. bəli. Next eləyin, yüklənsin. OK, OK edeyim. bəli. Все. Tamam. OK, done. OK, bitdi. İndi belə eləyin. Bir dənə keçin Mayvanın saytına, brauzerə keçin. Apache-nin saytına bir dənə keçin. Deməli, gəlin WinRAR yüklədiyimizə görə gəlin belə eləyək. Qalxın aşağı. Oradan zip faylı yükləyək. Biz tarif faylı yüklədik. Baxın buradan binary zip bunu yükləyək. Yəni Hə, bu. bunu yükləyim. Aha. Bəli. O daha yaxşı olar bizim üçün də. Tamam. Keçin indi koda. Daha doğrusu download qovluğuna gedin. Hı -hı. Bunu onda silim də mən. Hı -hı. Bəli, silin onu. Delete. Bunu Bunu açım. sağ klik eləyin. Sağ klik. Aha. Bəli. Bunu extract eləyəcəksiniz. Extract ol. Extract. OK. Görək elə. Əla. Yükləndi. Tamam. İndi nə edəcəyik? Deməli işimiz Bunu nədir? burada. Siz yox çıxmırsınız. Keçirsiniz C diskinə, bura My Computerə keçirsiniz. My Computerin içində A serinin içinə keçirik. Bir dənə orada təzə qovluq yaradın. New qovluq. Deyə bu da orada. Folder. Adını elə Maven deyin getsin. M-A-V-N. Enter vurun. İndi belə eləməyimiz lazım. Downloada keçin. Tamam. Qovluğa çıxartdıqda deyib qovluğun içinə girin. Qovluğun içinə girin. Deməli Apache, aha, bunu bir dənə Ctrl X eləyirsiniz. Bunun üstünə bir dəfə vurun. Ctrl X. Ctrl X. Aha. Qayıdın geri, Edim. yəni C diskin içindəki bayaqçı qovluğa gedin. Aha, girin onu, yapışdırın bura, Ctrl V. Hə, siz Ctrl S dediniz. Ctrl V, Ctrl V. Yo, düz vurmuşdunuz. Ctrl X idi. Yo, X elədim mən. Elə bildim. Ha, düz vurubsunuz. Hə, düzdür. Hə, tamam. Okay. İndi nə edirik? Keçirik bunun içərisinə. Qovluğu girin qovluğun içərisinə. Bin qovluğuna giririk. Bu environment-ı tanıtmalıyıq. İndi buradan URL-dən bunun pəsini götürürük. Üstünü boş yerə 2 dəfə klik eləyin. Baxın, bura 2 dəfə klik eləyin. Yox, niyə geri getdiniz? Boş yerə 2 dəfə klik eləyin. Yox, niyə sildiniz oranı? Düz eləmədi. Bilirəm, bilirəm. Mhm. Kopyalayın oranı. Aha. Kopyaladınız. İndi Aha. axtarış bölməsinə gedib environment yazırsınız. Environment. O da Bunu. birinciyə. Ay. O deyil. Birinci. Bunu bağlayın. Environment, Buydu. yəni sistem environmentları, sistem dəyişənləri. OK, açın onu. Deməli burada environment variable deyə bir bölmə var. Ora giririk. Yadınıza gəlir, ilk dərsimizdə də bunu eləmişdik. Pəs var burada. Bu pəsə giririk. Mhm. Editə vururuq. New bölməsinə vururuq. New. Mhm. Yapışdırırıq. Aha. OK, OK-yə vururuq. Okay. Aşağıda da pəs var. Burada yapışdıraq bunu. New. Edit. Yox. Ya edit. Ha. Edit. New. Bəli, yapışdırıram. Okay. OK, OK, bir Burada daha. da okay. Hı -hı, bəli. Buradan da OK vururuq. Keçirik indi şeyə. Deməli, bunun içərisinə, IntelliJ-yə.
Maven versiyanı yoxlamaq üçün, bunun versiyasını yoxlamaq üçün nə edirik? Yazırıq. MVN. Bəli, nvm clean. Yox, üzr istəyirəm. nvm 3 versiya, version. İlk olaraq versiyanı yoxlayaq. Versi n terminala bağlayıb təzədən aça bilərsiniz, zəhmət olmasa. Aha. Ha, yok değil Ha, değil yox, değil. terminal bağlayın açın. Terminal burada Terminal. bağlanır. Pardon. Da buradan da X var. Burada X-dan da vura bilərsiniz. OK, təzədən açın. Bir dənə yazın mənə. MVN ha, version. Yəni hələ buradan CMD-ni açın bir dənə zəhmət olmasa. CMD. CMD yazıb bir dənə axtarın. Bir dənə açın hələ ora yazın eynisin. Şey, belki səhv yazırıq. Yox, düz yazır. Enter vura. Deyə burada işləyir. Orada o terminalda da nəsə problem. IntelliJ-ni bağlayıb təzədən aça bilərsiniz, zəhmət olmasa. Olmayacaq. Bunu bağlayın, bu problem deyil. İşləyir. Əslində Maven sizdə var hal-hazırda. Prosta indi baxmamız lazımdır şeyə. Terminal. Oy. Terminal. MVN Hı. version. Aa, işlədi. Hı. Prosta Ha, bağlayıb çıxmaq açmaq istədim. lazım imiş. Bəli. Ha. Okey. İndi gəlin belə eləyək. Birinci tam işləyib işləmədiyini yoxlamaq üçün birinci gəlin belə eləyək. Keçin bir dənə təzə bir dənə proyekt yaradın. Böyük proyektin üstündə işləməyək, çünki orada xətalar çox ola bilər. Bir dənə adi salam dünya yazaq, onu bir dənə car eləyək. Tamammı? Maven proyekti yaradın. Baxın bura Maven proyekti yaradın. Aha. Elə Maven yazdım. Okey. Tamam. İçinə bir dənə salam dünya yazıb run eləyin. Qoluğun bir əsiydi ya. Yox, bir dəqiqə. Mən nə sildim buradan? Biri artıqdır. Hə, biri artıqdır. Okey. İndi terminalı açırıq. Yazırıq. Birinci ilk olaraq nə edirik? Deməli biz boş olan faylları belə deyim də ilk olaraq paketləri təmizləməliyik. Yazırıq nvn clean paket. Clean p a c k. Okey, enter. Paket elədi. Bu boş olan bütün belə deyim də köhnə compile olunmuş bütün faylları sildi bizim üçün. Aydınmı? Okey. Aha. İndi bura fikir verin. Burada bir dənə target qovluğu yarandı. Fikir verin bura. Target qovluğu var. Aha, hə, hə. Targetin içini açın. Targetin içində hal-hazırda belə deyim də şeylər var da, applicationlar, bir çox belə deyim də bu sizin baxın hal-hazırda olan Maven paketimizdir də, yəni proyektimizdir. Aydınmı? İndi nə Mhm, edək? mhm, Biz burada indi bu əslində sizin proyektinizdir həm də. Aydınmı? Okay. İndi mhm. run eləmək üçün belə deyim də bizim hal-hazırda bir Maven applicationımızı biz nə edək? Belə deyim də, run elədi, bir car faylı halına saldıq da. Doğrudur. Baxın o targeti silin. Target bayaqları orada yox idi. Targeti silin. Hansı target O target silindir? qovluğunu silin. Sağ klik edib silsəz. RM3RF verib də silə bilərsiniz. Belə də silə bilərsiniz. Okay. Delete. Aha. İndi bir də təzədən şey eləyin, paketi icra eləyin. Back. Hı? Aha, MVN, bəli, 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 bəli. MVN nə dediniz? Nə pack? Hə, clean package. Clean package. Enter vururuq. Bu neyini?
həm köhnə faylları silir, həm də bizə yeni bir paket yaradır. Bu nə deməkdir? Əslində sizin orada targetin içərisində sizin şeyiniz yarandı, application'ımız yarandı əslində. Targetin içinə baxın bir dənə. Açın targetin içini. Orada bir dənə deməli snapshot əksər halda snapshot jar olur da. Baxın içində snapshot jar var ha. Əslində bu bizim belə deyək də nədir? Proyektimizdir. Yəni əslində siz Java yazın ora Java Java, boşluq, tre, jar, yəni mən Jargo faylını işə salmaq istəyirəm də, düzdürmü? Harda boşluq, targetin içində target slash tabı vursaz götürəcək məncə. Slash maven yazın, maven, maven tabı vurun. Hə. Vurdunuz. Tre 1 de enter vurun indi orada. Enter vurun. Bu bizim həmin o belə deyim də jar faylımızı işə salacaq. Burada nə deyir? Bir dəqiqə. Deməli, bizim car faylımızı işə salmalıydı bu. Hal-hazırda salmadı. Main manifest architecture. No main Dəqiqə. Burada indi manifest. belə bir şey eləməyimiz lazımdır. Biz indi main Biz indi onu bu proyektimdə eləyə bilərik. Proyektim şeydir. bir hələ səbirli olun, bir dənə bunu işə salaq sonra da olarmı? Tamam. Yaxşı. Okey. Deməli indi bizim etməli olduğumuz iş nədir? Etməli olduğumuz iş hal-hazırda baxın bu var ha. Baxın. Bunun için POM-un içinə keçirik. POM-un içinə keçirik. Keçin POM-un içinə. Bir dənə deməli aşağıda configuration yoxdur ki orada. Yoxdur. Properties-dən aşağıya keçirik. Properties-dən aşağıya keçirik. Propertiesdən aşağı. Buradan. Proper. Buradan. Aha, bəli. Deməli orada bir dənə build yaradacağıq. Build. Build Aha. bir tag yaradırıq burada. Build deyə bir tag yaradın. Burada. Aha, Aha. bəli. Kiçikdir build. Kiçikdir. Fil. Kiçikdir işarəsi qoymalısınız. Tag baxın, bunlar tagdir. Taglər bu cür yaranır. Bu cür açılır, yazılır, bağlanır. Aha, build. Belə. Bu da bəli. Daxil olur Aha. içərisinə. Bunun içərisinə daxil olandan sonra enter vururuq da. Pluginlərimizi yaradırıq. İndi plugins yox, tag Aha. olmuyor. Yaxı dedi yaxı bu tag Hə, olmuyor. yenə Tag, tək. Hə. tag oldu. Okay. Pla. Bunu deyirsiz. Yazın da yazın. Əllə yazın. Niyə şeysiz? Plugin yazın, o sizə kömək eləyəcək. Tamam. Bunun içərisində indi biz nə edirik? Main klassımızı biz baxın, əslində mən Java jar faylımı işə saldım burada. Jar faylımı işə saldım, amma o deyir ki, məndə main yoxdur da. Baxın görürsüz, deyir maini mən tapa bilmədim. İndi elə bir biz Bəli. main tanıdırıq da. Hı Aydındır? hı. Hı Okeymi? hı. İndi bunun içinə bir dənə plugin açırıq. Maven'ın pluginini istifadə eləyəcəyik də. Düzdürmü? Plugin açırıq. Plugin tagi. Təzədən bir də. Hı. Bəli, pluginlərin içinə təzə bir dənə plugin, bəli. Okay, enter vururuq. Bunun içində qrup ID açırıq, sonra artifact ID açırıq, version açırıq. Yuxarıda var o. Hansı ki GDBC-də biz bunu istifadə eləyirdik. Baxın orada yuxarıda, qalxın yuxarıda var da onu kopyalayıb ata bilərsiniz. De orada. De Bu yerindən qrup hə, ID. kopyalayın. Aha bəli, kopyalayın, içərisini dəyişəcək bir dənə. Kopyalayın, atın o pluginin içinə. Aha. Bir dənə qrup Aa, prosto dəyişəcək də. Deməli, nədir? org.apache.maven.plugins. Deməli, nə edirik? Org. Birinci qrup ID-ni dəyişməyimiz lazımdır da. org nöqtə nə? Apache.org.apache da çıxdı. Baxın, görürsüz? Bu. Ha, bəli. Birinci. Bəli, bəli. Nöqtə, nöqtə, plugins. Nöqtə plugin. Sonuna nöqtə Ə, plugin. nöqtə. Yox, siz səhv Yox, eləyirsiniz. bir dəqiqə. Mən hara yazıram o nöqtə plugini bura? Davamına da əlbəttə hələ bitməyib axı. Hə, Plugin tamam. də plugins. Okay. Deməli sonra nə edirik? İkinci artifacts-a yazırıq ki, jar faylını istifadə eləyəcəyik də. Düzdür? Maven Hə, jar Maven. plugin. Jar deyib da plugin birinci. Okay. Əla. Hı hı. Version-da tutaq ki 3.2-ni mən istifadə edirəm də əsərə 3.2.2. Nöqtə 2, nöqtə 2. Yazın, əllə neyiniz sonra axtarıb. De, yoxdur deyir hal-hazırda, düzdür? Hı Bunu hı. sinxronizasiya eləmək lazımdır. Sinxronizasiya eləyin. Necə sinxronizasiya eləyirsiniz?
Buradan da düzdür. Senxronizasiya edin. Aha. Hı hı. Download elədi görürsüz. Görürsüz burada Aha. download eləyir. O paketləri download eləyir sizin üçün. İndi birazdan indi o legallaşacaq indi. Qırmızı gedəcək. O qırmızı gedənə qədər biz alternativləri yazaq. Plugindən çölə çıxırıq. Daha doğrusu versionun altından çıxır. Versiondan çıxırıq. Versiondan. Hı hı. Yazırıq configuration tag kimi. Configuration tag. Baxın artıq 3.2.2-ni tanıdı. Düzdür? İndi yazırıq configuration. Configuration 2. Configuration içinə arxiv Aa, açıb bir bağlayanda tag bu olacaq yaxı bu. OK. Enter vurursuz. İndi nə edirik? Yazırıq bura. Configuration içərisində nə edirik? Arxivimizi yazırıq. Arxiv. buradan şey eləyə bilərəm. İşte o Kopya. başqa şeydir. Arxiv deyirəm mən. Kiçikdir. O özü kömək eləyəcək də yazın, özü sizə kömək eləyəcək. Sразу niyə açıb bağlayırsınız ki? O indi kömək eləməz axı o sizə. Tamam. Kontrol tabı vurun bir dənə. Kontrol boşluğu vursanız o sizə kömək eləyəcək. A yazın. Art. Tamam, ya kömək eləmirsə özünüz yazın. Eybi yoxdur. Arxiv. Hı hı. OK, açıb bağlayırıq. Manifest yazırıq içərisinə. Enter manifest. Manifestdə yenə belə şey yazırıq, yoxsa? Əlbəttə, bəli. Manifest. Hı hı. OK, və bunun da içərisinə main klassımızı yazırıq. Kiçikdir main class. Kiçikdir main Kiçikdir class. main. Kiçikdir işarəsi qoyuruq. Main class. Main class. Yox, main class. Xeyr, main Main class. class. K böyüylə, C böyüylə. Main classın C-si böyüylə. Bir sətrə yazsaz yuxarıdakı kimi daha səliqəli olar. Yuxarıdakıları necə bir sətrə yazmısınız hamısını o formada. İndi burada bunu bir sətrə yazın da 25-ci sətrə yerləşdirin. Baxın bunu buradan silib 25-ci sətrə getməlisiniz. Aydınmı? Bir dəqiqə, yəni ki, burada Tek açılır. Baxın bu necədir? Burada açılıb, burada bağlanmayıb. Bu burada aha, açılıb, burada bağlanıb. Görürsüz? Aydınmı? Okay. İndi belə. bəli. İndi nə edirik? Biz main yolumuzda, yəni main klassımızı təyin edirik. Main klassımız da hardadır? Açıb keçin bura. Baxın main buradır. Proqramın işə düşdüyü yer Aha, burada, düzdür? aha, Hadi paket adı nədir? org.example, düzdürmü? Bunu kopyalayırıq. Yox, tam yox da. Sadəcə paketin adını kopyalayırıq. Siz bütün sətri niyə kopyalayırsınız? Nöqtə vergül də heç gərək deyil bizə. Org bir nöqtə. silərəm orada. Əskiyi kopyalayıbsınız. Org olmalıdır başlanğıcında. Bildim, bildim. Aha, nöqtə. Hansı klass? Main klassı. Nöqtə main. Nöqtə main. Main kiçik hərf. Klass kiçik hərflə yazılır. Kiçik hərfləndir, görün hələ. O da özü Main. sizə verir də. Elə biz dedik ki, mən bir dənə Maven paketi yaradacağam jar formatında da. Aha, aha, Mən o jar formatında yaratdığım paket bu pluginləri istifadə eləyərək, pluginlər biz nədir? Elə bir alt sistem deyək də buna. Bu alt sistemlər, yəni bu pluginləri işlədərək bu klassdan run olacaq. Bayaq run olmuşdu, eləmişdik, heç nə çıxmamışdı da, düzdür? Doğrudurmu? bəli, bəli. İndi bir dənə təzədən clean paket eləyin. Maven clean eləyin. Okay. Neydi? Tamam. İndi bir dənə təzədən o jar faylını götürüb işə salın. Bayaqki kod var idi yuxarı. İki dənə ox işarəsini yuxarıya vursanız o tapacaq. De işə salın. Nə dedi bu? Main 61-ci class. Java runtime version 60. Bir compile oldu da. Yox, compile oldu. Compile olmağından işimiz yoxdur. Bu bizə bunu run eləməlidir. Mhm. Java runtime only recognize class file version up to 61. Və əslində biz o elementi çıxartmalıdır, kodu çıxartmalı.
Bu əslində version, hə, version error çıxardıb. Səbəb 61-ci. Bir dənə qalxın yuxarı. Buradan yuxarı qalxın zəhmət olmasa görək orada nəyi yəni 22. Bu erroru bir dənə kopyalayın zəhmət olmasa internetə atın. Bunu Aha, bəli, bütöv erroru. Yox, elə bütöv. Baxın buradan bura qədər. Bunu bir dənə şey eləyək. Bu nəsə şey eləmədi. Düzgün tapmadı. İnterneti bir dənə ona əlavə eləyək. Görək o nədəndir. Birinciyə girək, görək. Bizdə version. Hə, burada version. 14-cü versiya. Tamam. Build elədi. Version uyğun gəlmir. Çox böyük ehtimal. Düşək aşağı bir dəqiqə. your class was Sizdə compiled at Java the nesil higher. bir dənə Java versiyasını deyə bilərsiniz. Onun Java Java version. versiyası bu cür tapılır. Keçin koda. Aha. Hı -hı. Deməli Java 3 version. Hı -hı. 17'de. Okey, 17. Aha. İndi belə eləməyimiz lazım bir də. Bir də 22 var ha, 12-ci sətirdə. 22-ni 17 olaraq dəyişin. İkisində. İkisini də 17 olaraq dəyişin. Bir dənə hər Hı iki hı. təzədən bir dənə run elə. Yuxarını bir dənə refresh eləyərdiniz də zəhmət olmasa buranı. Aran. Ha bunu. Hı. Okey, tamam. Bir dənə indi şey eləyin. Təzədən 2 dənə MVN clean eləyim. yoxdur. Yuxarıda vardı. O sizdə var da hazır. Niyə onu çağırmırsınız? Bir dənə də, bir dənə də, bir dənə də. 2 enter. Bizdən 61-ci versiyanı istəyir. Çünki bizdə versiya köhnədir. 22-ni çağırmışdıq da biz. Bir dənə Bəli, bəli. 2 dənə də yuxarıya tıp. O car failini bir dənə işlədək. Yuxarı qaldırın. Bunu istəyirsiniz? Aha. Aha, deyə hello world. Bizdə versiyanı biz yuxarı yazmışdıq. Daha doğrusu biz yazmamışdıq. Maven özü yaradanda default olaraq 22 Java ilə 22, daha doğrusu Java-nın də 22-ci versiyasında yuxarı versiyasını götürmüşdü. Hı hı, hı Biz hı. nə etdik? Elə bir onu gətirdik 17-yə endirdik. Çünki bizdə versiya 17 idi də, aşağı versiya idi. Qaldıranda Bəli, onu düzəldəcək heç nə. Hello world işlədi, okeymi? İndi siz bəli. zəhmət olmasa müəllimin göndərdiyi şey eləyin, sonra sizin öz proyektinizi istəyirsiniz paketləyin. Ha, bu arada bir şey deyim, stop. Bir şey deyim. Artıq bu paket var, Siz Bəli. proqramı kiməsə göndərəndə bunu göndərməyiniz kifayətdir. Artıq sizin proqramınız budur. Baxın, bunu göndərsəz, Mən nəyi göndərim? bu car mən işarələyirəm ha orada. Aha, Car. bunu. Bəli, onu belə deyim də, WhatsApp-la kiməsə atsanız, o sizin proqramı açıb run eləyə biləcək. Bir dənə zəhmət olmasa onu mənə WhatsApp-la ata bilərsiniz. Bunu necə atım sizə Heç nə, WhatsApp-la? WhatsApp bir dəqiqə rekordu bağlayaq. Birinci qovluğunu tapın ilk olaraq. Proqramın qovluğunu tapın ilk olaraq. Proqram hansı qovluqdadır? Proqram şeydə. Buranı Hə, bağlamalısınız. Keçməlisiniz kompüterin ekranına. Kompüterin ekranında qovluğu tapmalısınız. Kompüterin ekranına. yox, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Buradan da bağlayım. Bunu deyirsiniz? O deyil axı, o sizin proqramın qovluğu deyil axı. Siz o proqramı hara save eləyibsiz ilk başda hani quranda da hara save eləyirsiniz proqramlarınızı? Burada eləyirəm. Burada da olur. Yox, baxın axırıncı save elədiyiniz proqram hardadır? IntelliJ-yə keçin, gəlin oradan tapaq. Proqramlarınızın yerini bilmirsiniz, hara save edirsiniz. Bax demişdim axı, birincidən Burada olur da. Download yerində olur. download yerində yoxdur ya xanı. Yəni göstərməyə zəhmət Axırıncı dəfə. olmasa. Bağlayın Yox. bir dənə buranı bağlayın. Buranı bağlayın. Keçin IntelliJ-yə. IntelliJ-yə keçin. Deməli bura PVD yazın. PWD. Yox, Hə, PWD. W. Enter. Deməli haradır? Desktopdadır da. Sizdə desktopdadır da, dev da burada. Gördünüz? Desktopdadır. Mhm. Desktopa keçin, Maven adında proyekt qovluğu tapın. Anı. Desktopda Yox, göstər. yox.
Bir dənə Windows E eləyin hələ. Windows E eləyin. Windows E. Bir dakika. Aha. Bir dakika, bir dakika. Buradan desktop'a gəlin bir dənə. Oradan Maven deyə bir qovluq olmalıdır. New qovluğun içinə qoymayıbsınız təsadüfən. New qovluq. Nasıl bilmiyorum. New New folder. folder dersiniz. Ha, onun içinə qoymayıbsınız təsadüfən. Yok, bu başkasıdır. Bəs bu hara save olundu? Belki refresh eləyim mən. Yox, refreshlik deyil. Bir dənə keçin bura təzədən. Bu necə ola bilər? Desktopda da bunu kopyalayın bir dənə zəhmət olmasa. O yolu kopyalayın. Kopyaladınız. Hı hı. Okey. Keçin indi təzədən fayl menecerə. File Explorer'a keçin. Yuxarıdakı URL var ha. URL-ə onu yapışdır. URL-i silib onu yapışdırın. Enter. Dev da ha. Artıq onun içindəsiz. Targetə keçin. Targetin içində jar faylı var. Görürsüz bu jar faylı. Bu jar Hə. faylını WhatsApp-dan atın qrupa. Necə eləyəcəksiniz? Yox, WhatsApp-la qrupa atın. WhatsApp-a bir dənə ekran kiçildin buradan. WhatsApp ekranını. Tutub atın WhatsApp-la qrupun içərisinə. Yaxşı, onda bir dənə göstərin. Ekranı bir dənə kiçildin. Hə, bildim, bildim. Atın qrupa onu. Mən indi onu okey. Mən indi onu yükləyib işlətməyə çalışacağam. Görək elə işləyirmi? İlk olaraq belə. Paketləmə bu özü ayrıca bir dərsdir. Belə deyim də geniş bir mövzudur. Bir dənə bunu paketləyək. Mən indi o paketi baxın. Yəni bu nə deməkdir? Sizin bu yük göndərdiyiniz proqram artıq məndə də işləməlidir. Java 17. Məncə versiyalarımız üst-üstə düşməlidir. Dev da jar faylı burdadır. Okay. Mən nə edirəm? Bunu atıram. Mhm. Desktopuma ki, rahat formada neyim tapa bilim. Terminal. Tamam. Bunu necə işə salırıq? CD desktop. Okay. Və nə deyirəm? Java tre jar sizin atdığınız var. Baxın mənə kod zad atmayıb. Sizdə heç nə düzdür? Okay. Və enter vururam. Baxın hello world. Yəni bu nə deməkdir? Siz artıq mənə bir proqram atıbsınız əslində. Baxın görürsüz bu artıq proqramdır. Mənə artıq kod mod heç nə atmadınız. Fikir verdiniz? Proqramı Hı. birbaşa atdınız. Siz indi o rezervasiya application-ı var. Bəli. Rezervasiya application-ını da belə jar faylı halına salıb mənə göndərə bilərsiniz. Mən onu burada işlədərəm da kodun heç kod run eləmədən də başa düşdünüzmü? Bildiniz elə bir Amma bu necə çətinlik çəkdim axı bunu tapmaqda. Nəyi çətinlik? Çünki siz Hə. save elədiyiniz yeri bilmirsiniz. Ta o çətinlik çəkmək başqa. Yox, desktopda axı görsənmədi. Çünki sizin desktopda görsənib keçin ora siz OneDrive-ın içində axtarırdınız. Bir də ekran paylaşın. Bir dəqiqə. Sizdə OneDrive yüklüdür, Microsoft'un OneDrive yüklüdür. Amma OneDrive belə deyim də belə korlu şeydə ekran Hə, hə. Aha. paylaşmayıbsınız. Hə, paylaşmamışam ben. Bağışlayın bir dəqiqə. Elə bildim paylaşmışam. Hə. Baxaq hanı? Burada məsəl üçün Baxın bu OneDrive-ın içidir. Bu sizin desktop deyil. Bu OneDrive-ın da desktopıdır. Onun üçün siz save proqramı quranda belə mən olsam nə edərəm sizin yerinizə? Proqramları hə. hər dəfə təzə proqram yarandığında gedərəm OneDrive-ın desktopuna, yəni burada save eləyərəm. Baxın buralar görürsüz səliqəsiz qoymusunuz bura. Burada bir dənə qovluq yaradın, qəşəng proyektlərim qovluğu. O proyektlərim qovluğunun içərisinə onu save eləyin. Ən yaxşısı odur. Okeymi? Qovluq yaradım, o qovluğa atım. Bəli, bəli. İndi keçək istəyirsiniz o şeyi də run eləyək. Bayaqkın sizin proyekt Aha. run Aha, eləyək. bir İlk olaraq dəqiqə. buranı bir dəqiqə. Yox, bağlamayın. Bu book.pom faylını kopyalayın da. Nəyi Bunu kopyalayım? Hə, içərisinə bunu. kopyalayın ki, sonra Hə, indi hə. lazım olacaq. Bildim. Ctrl A, Ctrl C, Ctrl A, Ctrl C götürdüm. Elədim. Okay. Elədim bunları. Məndə nə idi? Bu idi, sıfırlanmışsa.
İndi bunun içində bir dənə şey yaradın. pom.xml yaradın. Orada yox, orada yox. Xeyr, xeyr, yanlış yerdə. Proyektin içində, ümumi çöldə. Proyektin içərisində, yəni burada. Baxın burada. Orada görmürəm. Ha, burada. Proyektin içi oradır da. Java class yox, fayl. File. Aha. Adına deyirik pom.xml. Enter. Yapışdır. Add. Okey. Aha. Yapışdırın. Baxın deyir ki, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Baxın. Görürsünüz. 10 bir dənə Ctrl Z eləyin. Ctrl Z eləyin. Tamam, bunu vurun bir dənə. Düyməni vurun. Aşağı, Load aşağı. Maven project. Ha, bəli, vurun. Aha. Okey. Bu neynədir? Maven proyekti olaraq sizin proyektinizi təyin elədi. Okeymi? Düzdür? Hı hı. Hı İndi hı. yapışdırın onu ora. Tamam. Sinxronizasiya eləyin. Burada senkronizasiya Sinxronizasiya bir buradan olur. dəqiqə. Hı. Bu arada onun da kodu var ha. Sizə göndərilənlər arasında bu arada var idi o kod. Qalxın yuxarı. Görək nəyi dəyişməliyik? Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Mainimiz hardadır? Main hardadır? Bir dənə mainin yolunu mənə göstərin. Main görək hardadır? Mainin yolunu təyin eləmək lazımdır da. Bir dənə main hardadır? Gedin mainin paketini gedin görün düzmü yazdınız? Xeyr. Yox. Aha. Yox, Bunun bir adını dəqiqə. Main niyə heç bir paketin içində deyil? Main bir paketin içində yoxdur, hə? Tamam. Gəlin belə eləyək. Hə. bunu paketə əlavə eləmək lazımdır. Paketə əlavə eləmək lazımdır, bəli. Amma belə də eləyə bilərik. Bir dəqiqə. Deməli, biz yeni bir dənə Maven quracağıq da, düzdür? Bir dənə belə eləyək bəlkə. Maven install eləyək bir dənə. Maven install paketləri yükləyəcək. Bizə bu lazımdır. Bizə nə lazımdır? Yeni bir dənə Vəbşə elə görək bizim proyektimiz Maven-a uyğundur. Maven validate yazaq bir dənə. Maven validate. Hara? Bura? Ha, bəli. Validate. Enter. Ay, yox. Uyğun deyil bu da. Maven, yox, bir dəqiqə, bir dəqiqə. Maven düz yazmadınız. O deyir. Maven-ı, baxın, baxın, Hə, MVN Hı, hı. belə. Aha, bəli. Hə. Sizin paketinizin içində də var. Build successful. Tamam, əslində Build bu success. oldu. Success oldu. Amma bir dənə bir şey var ki, main'in yolu düz deyil orada. Main'in yolu düz deyil. Çox böyük ehtimal jar faylı olmayacaq. Bir dənə jar faylın yolunu, bir dənə main'in yoluna baxaq. Necə Bir dənə necə bura baxaq, bir dənə bura baxaq. Bir dənə bunun içinə baxaq. Hə, burada kiçik bir şey qaldı. Qalxın yuxarı. Deməli burada nə lazımdır bizə? Hə, demək olar ki, bir çox şeylər var. Hə, hazırdır əslində, xüsusi bir şey yoxdur. Aha. Nəsə paket falan əlavə eləmək lazım deyil. Heç yoxdur, yox. Zaten paketlər əlavə olunub. İndi bir dənə Maven Clean paket yazın. Yaxşı. Hə. Maven clean package. Hı -hı. Bu yolda oldu, target oldu. Tamam, indi bir Aha, dənə target. Java Treasure. Aha, boşluq, target. Targetin içindəki nə? Slash. Nə idi adı? Şey olmalıdır. Bəlkə belə şey eləyim, 2 dənə ox eləsəm gələr. Bir dənə yoxlayın hələ. Onda bir dəqiqə. Niyə onu elə elədiniz? Yox, Gəldi. targetin adı görək düzdürmü hələ? Biz bilmirik axı adı düzdür yoxsa yox. Targetin içinə atıb ada baxın da bir dənə. Tamam.
Hə, düzdür demək olar ki. Aha, Maven okey, bir. düzdür. Enter vuraq. Ha, Enter vuraq. enter. Okey, nədir? Java not found. Hə, class not found. Org nöqtə main'i tapa bilmir. Düzdür. Şey eləyim, bir dənə keçin main'in içinə. Hı Deməli, hı. paket olaraq şey yazın. Hı hı. Ən yuxarıda da paket org.main-də, düzdürmü? Org.exam. Birinci sətrə. Mən bura yazım. Birinci sətrə, ən yuxarıya. Ə, birinci sətirdə əslində bu var. Və ona görə birinci sətri keçirtməlisiz ki, 2-dən başlamalısınız. Bildim. Hı -hı. Nə yazım? Paket yaradırsınız da baxın o deyir ki, mən o paketi Hı tapa hı. bilmirəm. Hı hı. Org.exam tapa bilmir. Org.exam. Nöqtə ver John. Nə deyir bu? Bir dəqiqə. Nöqtə main olmalıdır. Bir dəqiqə. Yoxsa yox. Mən bəlkə Bir dəqiqə. Yo, orada klassımızın ünvanını. Əslində silin oranı vəbşi. Oranı bir dənə silin. Silin onu. hı Tamam. hı. Keçin indi POM faylının içinə. Hı hı. Orada elə birbaşa main yazın adına. Orgu falan silin. Birbaşa main yazın. Tamam, bir dənə Hı run hı. eləyək yenə. Run edeyim. Hadi run, o elə run yox. Aç. nvm Hə. clean İki package. dəfə yuxarıda. Hə, tamam. Bir dənə də indi yuxarıya vurun. Tak tak. Bir dənə